Allah nə bəyan elədi? Dedi kin kudurət var heç özdə. Elə eləyin ki, bir qövmə, bir tayfaya kim bəsləyirsiniz, ya bir adama kim bəsləyirsiniz, səbəb olmasına ədalətsizlik eləyəsiniz. Yəni, Quran öyrədir bizə ki, diqqətli olun, hissləriniz düşüncələrinizə təsir eləməsin. Sizi ədalətsiz qərar çıxarmağınıza, ədalətsiz düşünməyinizə səbəb olmasın. Quran bizə başa salır ki, mömin o adamdır ki, sevgi və nifrəti onun düşüncələrini, sevgi və nifrətinə onun düşüncələrini idarə eləməsinə icazə verməsin. Yəni sevgim mənim düşüncəmin nəticəsində yaranmalıdır. Nəinki düşüncəm sevgimin nəticəsində. Mən düşünərək bilməliyəm kimə nifrət eləməliyəm. Nəinki nifrət edəndən sonra düşünməliyəm. Yəni hər şeyi, sevgimi də düşünərək tapmalıyam, nifrətimi də düşünərək tapmalıyam.